başqa bir şeydir də bu. İnsan öz fikrinə də gətirə bilmir ki, bir vətənə xidmət edirsən və onu satırsan. Bu o deməkdir ki, sən ailəni, sizdə mənim bağışlayın, ananı satırsan. Buna başqa heç bir ad vermək olmaz. Onları güllələsələr yaxşıdır. Gedib 20 il, 30 il yatıb gəlsə, yenə vətənin xaini çıxacaq. Onun balası da çıxacaq, özü də çıxacaq. Elə hayləsi güllələnmə verilsə yaxşıdır. Heç onları adam kimi də saymaq olmaz. Çünki öz vətənini satmaqla sən yaxşı iş eləməmisən. Və yəqin ki, buna görə onun ailəsi də əziyyət çəkəcək, nəsli də əziyyət çəkəcək və buna layiqdirlər. Bax, onlara hansı cəzanı verərdiniz? Deportasiya. Məncə. Deportasiya olsun, ya da ki, öldürülsün, edam edilsinlər də, belə deyək. Çünki xainlər yaşamamalıdır məncə. Təbii ki, vətən xainidir. Onun ən böyük cəzası, ən böyük də yox, belə ən az cəzası ölümdür. Vətən xainisənsə, hətta mən deyərdim ki, edam qərarı olsa, edam da olunmalıdır. Öldürmək məncə düzgün deyil, çünki Allahın verdiyi canı heç kəs ala bilməz. Amma belə cəzalandırmaq yaxşıdır, yəni yaxşı davranmaq olmaz, yaxşı baxmaq da olmaz. Yəni, o qədər qəddar biri deyiləm, arada mən şey deyərdim, acıyardım, yazığım gələrdi elə insanlara. Onları tutub içəri aparmaq lazım. Məsələn, əsgərlikdən yayınanları, qaçanlar və ya qanuna cəlb etmək lazımdır. Yəqin ki, öz cəzalarını vermək lazımdır. Vətən xainlərin öz cəzalarını vermək lazımdır. Onsuz da bu dini baxımdan da baxanda vətən xaini olmaq düzgün bir hərəkət deyil. Hər kəs öz vətənini qorumalıdır, onun keşiyini çəkməlidir. Dövlətimiz özü, yəni öz qanunları var da, o qanunlara uyğun hər kəsin bir cəzası olur. O cəza ilə mənim fikrimcə el olmalıdır. Necə davranardım? Öldürməkdən başqa bir şey yoxdur. Onların ən yaxşı şey öldürməkdir. Məncə hər kəs dəyişə bilər, hər kəsə bir şans vermək olar. Yəni nə etsə belə ölüm hökmünə, məncə düzgün deyil ölüm hökmü. Mən belə düşünürəm. Qanun nə deyirsə, o da olmalıdır. Azərbaycanda uzaqlaşdırılmalıdır. Uzaqlaşdırılmalıdır ki, bugün bu torpaqlarımızı satanlar səhər ailəsini də sata bilər. Ölüm hökmü vermərəm. Onlara, necə deyim, mükafat kimi olar. Onun şəhid analarına verərəm, həmin adamları. Yəni, şəhid anaları ən yaxşı cəzanı onlar verə bilər də, vətən xaini. Yəni, ancaq şəhid analarının, şəhid ailələrinin əlinə verərəm. Onların ən yaxşı cəzasını onlar verər. Başqa heç nə.